İmam Nəvəvi 5-ci hədis. Möminlərin anası Ayşə radiyallahu anhın demiştir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Kim bizim bir işimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar. Buxari. Kim bizim etmədiyimiz əməli edərsə, o rədd olunar. Şərhi. Bu hədisdə görüldüyü kimi Ayşə radiyallahu anha möminlərin anası xitab olunur. Əhzab surəsi 6. Zövcələri isə möminlərin analarıdır. İnsanı dindən çıxaran, onu əməllərini hədər edən ən böyük şey bidətdir. Qiyamət günü insan öz günahlarını gətirər, lakin başqalarının günahlarını daşıyır. Bidət İslamın əsasıdır ki, parçalanışın əsas səbəbidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Mənim ümmətimdəki xəlifələrin yoluna tabe olun. Hər bir yenilik bidətdir. Hər bidət isə zəlalətdir.